o hünərməndi əsli bunlardılar. Bunlar, amma bəhrəni qoyanlar kimdilər? Həmin bağlarlar, ifadəçilərdirlər. Vəli məni məsələn bir dənə bu olmalı, məsələn çıxılı taciri mərağa, bir dənə o andaza məsələn necə deyim, qudrətim yoxdur deyəm, məsələn mən fərşi apayam, məsələn elə bir qiymətə satam, mərada da billənə, sabahlan məsələn gələk mərada da məsələn baxalaq fərşi deyə, özümüz müstəqim sataq. Əmsalı mənim yoldaşlarım, əmsalı mənim həmkarlarım. Biz fəqət bunu başlaymışıq ki, fəqət ya Tehranda fərşimizi satmışıq, ya Qumda fərşimizi satmışıq. Özdə özümüz satmıyıq. Qah qudarıq özümüzün, məsələn, fərz elə bir müştərimiz olur, bir zəhvuri, bir də məsələn bir fəş verib rəsrə. Qoyuq əmanət satılıyor. Əmanət də özün bilirsən ki, məsələn, xub, əmanət satan, bir qolu deyərlər, deməyəm, məsələn, o zad yoxdur. Bəli, xub, biləxərə, o da bir cüzi az həzinəyə fəşdir, məsələn, dərsə də payı, razılı fəş tez satılar. Hala qiymətində çox, məsələn, fəş sahibi kimi şayət təkid eləməyə. Məranın, məsələn, kulluhum, məsələn, tolidatı fərşi bir təbəqənin əlindədir ki, əz ləhazı, məsələn, nəcüdüm, dəstalat, əz ləhazı, məsələn, xub, bilməməklik, bir çıxılı, məsələn, dalıyıq. O andaza məsələn cəsarətimiz, o andaza məsələn varisçiliyimiz, o xarici müştəri tapma, nemidarəm, fərz elə alış-verişdə qəvi olaq, qəvi dəyirik. Biz bunları məsələn fəqət elə necə deyim, axir əvvəl pilləyik. Bizdən sonra məsələn çox pillələr var idi ki, aparırlar, fəşləri satırlar, doğuncanda qazanırlar. Bir qolu bir nəfər dedi ki, İranın şayət məsələn hesablasın böyüklərin sərmayədarları məsələn bu fəşçilərdəndir. Ki, hənuz biz onları tanımıyıq özləri, bir qolu Tehranda zətdə məsələn, necə deyim, böyüklərin fəşçiləri məsələn olaydılar.